Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Həkim davam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada Doktor Tutu Zeynalovadır. Bugünkü qonağımız gastroenterolog endoskopist Doktor Bəxtiyar İsmailov studiyamızdadır və biz mədə-bağırsaq xəstəliklərindən danışırıq. Daha çox dayanmışıq reflüks üzərində. Əslində tamam başqa şeydən danışacaqdıq, amma necə söhbət gəldi, bura çıxdı. Bizim verişdə həmişə belə olur, doktor, eksprompt alınır. Və reflüks olanda pasiyentlər çox vaxt deyir ki, nəsə yedim oldu, yediyimdən oldu, yəni yəqin filan şeydən oldu deyir və siz biraz əvvəl qeyd elədiniz siqaret faktoru ki, tütün məhsullarının istifadəsi, alkoqol içkilərin yəqin ki qəbulu. Bax, yəni bu mövzulara toxunasınız ki, başqa nələr provokasiya eləyir və bu reflüksun səbəbi mədədə turşuluğun çox olmağıdır, yoxsa az olmağıdır? Normada bizim mədəmiz zəif turş mühitdir. Yəni bizi turş mühitin, yəni biz belə deyək də turşunun üzərinə, turş mühitin üzərinə biz əlavələr edirik. Məsələn, siqaret tüstüsü, nikotin birbaşa təsir edir. Yəni reflünün artırı, qida borusu mədəyə keçən sfinkterə birbaşa təsir edir. Məqsəd nədir? O zədələnəndən sonra rahat bir şəkildə mədə turşu yuxarıya doğru qaçdır, öz zərərlərini verir. Alkol, içkilər. Yəni klapan bağlanmır, qida borusundan mədəyə keçən. Bir günə, 3 gün olmur. Yəni davamlı şəkildə istifadə edən xəstələrdə bizə zərbə biri var, bir tərəfdən gələ, biri 10 tərəfdən. Yəni bu adam siqaret çəkir, içki içir. Turşuluğu artıramızda, turşular istifadə edir, pomidordan hazırlanan şeylər bol istifadə edir. Yağlı yeməklər yeri, bütün yeyəcək, bütün tədbirləri axşama salır. Yəni axşamdan olur, yemək içməkdən sonra gəlir uzanır. Uzanan sonra rahat bir şəkildə mədə turşu yuxarıya doğru gətirib və problemlər özündə göstərir. Bir də bundan da əlavə, öncə də dedim, yağlı, yəni qida istifadə olunan, yeməkdə istifadə olunan yağlar, bir də onunla mədən 12 km bağırsağa keçən pilor kanal var. Pilor kanalın ətrafında eroziyalar olanda, onlar belə bildiyimiz dairə formada eroziyalar olur, bunu endoskopiya zamanı aşağı edilir və onda qida mədədə daha çox qalır. Bir şərt budur, bir də yemək rejimi. Əgər adam yeyirsə, yatırsa, hərəkət eləmirsə, hərəkət eləyəndə həzm prosesi sürətlənir. Çünki mədəmiz bizdən bir xarici bir muxtariyyət deyil ki, bədənimizin, bağırsaqlarımız üzərimizdə olduğumuzda biz hərəkət eləyəndə onlar da aktiv, yəni dərman daşı kimi aktiv hərəkət eləyirlər və həzm prosesi sürətlənir. Yəni məqsəd budur. Biz ən çox bu şeylərə diqqət eləsək, reflüslə bağlı problemin birinci yaranması, çox narahat insanlar çox da müraciətlər edir ki, bizim refluksumuz var. Refluks, Azərbaycanda refluks deyirlər, Türkdə refluks deyirlər. Yəni refluks xəstəliyimiz var. Bu deyirlər ki, bu xəstəlik getmir. İndi deyək ki, getmir, bu qoyaq bir kənara. Ancaq bunun qarşısını almasaq, biz sonunda bizi onkologiyaya qədər gətirib çıxardar. Yəni bunun qarşısını almaq yoludur. Siz indiyə qədər istifadə elədiniz pis vərdiş deyək, həm həyat şəraiti deyək, bunların yuxu rejimində, bunları qoyuruq kənara, nisbi rahatlama tapırsınız. Yəni xəstəlik, riayət edən xəstənin 70-80%. Mən demirəm ki, qida borusundan keçən sfinkteri sizi bərpa eləyəcək falan. Eləmək olmur. Zədələndirsə. Amma mövcud vəziyyətdən daha keyfiyyətli yaşaya bilərsiniz. Bəli, daha pisə getmir, daha ağır xəstəlik aparmır, qida borunu böyük yaralar əmələ gətirmir, həyat keyfiyyətən düzəlir. İndiyə qədər yemirsən, bunları qoyursan, bir kənara başlayırsan yeni həyata. Yeni həyata başlayan xəstələr, çünki əməliyyat belə, əməliyyatdan əgər köhnə qaydada, çünki bu bəzən görürsən qida borusu sfinkterinin böyük qırıcıları əmələ gəlir, biz onu cərrahi göndərir, fundublikasiya əməliyyat edirlər, mədəni fırladıb, orada bir sfinkter düzəldir. Ancaq məsələ nədir? Bu sfinkterin düzəltdin, yenə sən köhnə qaydada riayət elədin həyat rejimə, yenə də təzədən həmin şeyə qayıdıb çıxacaq. Yəni əməliyyat ən sonudur. Yəni siz riayət edə bilirsiniz. Məsələn, cavan adamlara mən çox vaxt deyirəm ki, əməliyyatda niyə məsələn? Çünki adamın fikirləşək ki, bir 70 il ortalama yaşamaq varsa, bu 50 il bu şeyi sevə-sevə edib, 20 yaşı var, 25 yaşı var, qida borusu yırtığı yaranıbsa, bu 40 il, 45 il bu sevgi ilə olan yedikləri yeməklərə
imtina qalacaq. eləməyəcək. Eləməyəcək. Ona görə deyirsən ki, gedirsən, əgər eləyə bilirsən, eləyə bilmirsənsə get əməliyyat ol. Ancaq yoxsa 50 yaş, 60 yaş, 70 yaş, Allah verən ömürdə, yəni bu söz onda yox. Bunlara isə deyir ki, riayət elə. Yəni əməliyyatın özünün də əməliyyat riskləri var. Cərrahlar belə, məsələn, özün işini bilən, özünə hörmət yanaşan cərrahlar belə xəstənin ilk növbədə riayət eləməyə. Eləyə bilmirsənsə, sonda gəl əməliyyat eləyə. Bu yanaşma tərzi budur. Aydındır, maraqlıdır. Və hərdən olur ki, hamımız indi müəyyən tədbirlərə gedirik. Bəzən kimsə yaxınlaşır və yaxud çoxdan da görmədiyimiz bir adam baxırsan ki, böyle böyük bir balkondan çıxır qarşıya və deyəndə ki, nə məsələdir, nə olub doktor? İnanırsınız, adi su da içim. Yağ deyil ki, piy deyil, bu şişdir. Qarnım şişir, olur nağara kimi, baraban kimi olur. Adi su da içim, bu vəziyyət yaranır. Daş kimidir deyil, piy deyil, yəni daş kimidir, bu köpdür, davul kimidir. Bu şikayətin səbəbi nədir? Və bu insanların etdiyi səhvlər nədir? Təbii ki, burada da söhbət bu yeyib-içən insanlardan gedir də, loru dildə desək. O xəstələr, bayaq gəlib refluksun xəstəliyi, mədə turşunun üzərində, qarın böyük olanda, qarın mədəni sıxır, mədə də başlayır, mədə qalxır yuxarı, diafraqmadan başlayır xəstələr gərimə falan. Bundan da əlavə, o xəstələr əgər qarın o ölçüdədirsə, o böyüdürsə, demək bu adam pasiv həyat tərzi keçir. Yəni bu pasiv həyat tərzi keçirən adamlarda qaz, şişkinlik, həzmsizlik həmişə olur. Və sürətlə yeyən insanlar. Bəli. Sürətlə yeyən, çünki sürətlə yemək yeyəndə bizim qida borusunla nəfəs yolumuzun arasında bir klapan var. Əgər biz o klapanlar normal bağlanmır, sürətli şəkildə yediyimizə görə özü ilə havadır. Buna aerofagiya deyilir, yəni havanın udması deyilir. Yəni udanda mədə deyək ki, bir qab yemək yemişdirsə, bir boş qab yemək yemişdirsə, biraz da hava udanda mədə olur bu. Mədə də çox böyüyəndə başlayır onun narahatçılıq. Bir də ondan da əlavə, o adətən göbək ətrafı narahatçı bu qəbizliyin fonundadır. Məsələn, adamlar var ki, günlərlə, 3 gündən, 5 gün, 1 həftə ilə böyük barət çıxma problemi var. Onun da birinci səbəbi az hərəkət edilmə, sulu yeməklər daha çox istifadə eləmirlər, su içmirlər, yəni, hərəkət eləmirlər. Yəni, bu da bizim üçün çox önəmlidir ki, hərəkət. Və qidalanma rejiminə undan hazırlanan məhsullar daha çox istifadə edir. Yəni, bildiyimiz makaron, çörək, bərməşi, tortda falanlar. Yəni, onu istifadə edirlər. Bəli. Ona istifadə edirlər. Bu da sonda gətirir, siz dediyiniz şikayətlər gətirib çıxardır. Çox, onlar özlərini təsəllidir ki, məndə heç nə yoxdur, çöpdür. Elə çöp özü, əlbəttə çöpün özü də bir problemdir. Xəstənin həyat keyfiyyəti. Böyük bir siqnaldır əslində. Siqnaldır, təcil yardıma qədər gedib müraciət edirlər. Bu asan bir şey deyil. Yəni, burada şərt qidalanma da rol olur. Çöpün 3 adamın ikisində çöp olur. Ancaq o demək deyil ki, məsələn, 3 adamın ikisində çöp narahatçılıq verir. Yəni, bu normada ola biləcək şeydir. Burada bunu tətikləyən, yəni şiddətləndirən səbəblər var. Soyuq hava kütləsi, yəni adam var, indi daha çox açıq-saçıq geyinməyə, nazik geyinməyə meyillidir falandır. Bunun özü bir fəsad. Soyuq olan üçün bağırsaqlarımız belə şişir, daha böyük səbəblərə gətirib çıxardır. Soyuq faktorlar, yəni soyuq qidalar, bir də yeməklərin qatması. Bağırsaq mikroflorası, məsələn, stres. Stresin təsirindən bağırsaq mikrofloramız azalır, yəni belə deyək də məhv olur və bizə onlar çünki kömək eləməlidir. Stresə girən kimi orada patogen, yəni zərərli, bizə ziyan verən mikroflora artır və orada həzmsizlik, köp, narahatçılıq gətirib çıxarır. Yəni, mən düşünürəm ki, bütün sahəsindən asılı olan insanların əksəriyyətində bu stres vardır. Streslə əslində mədə-bağırsaq sistemi çox əlaqəlidir. Çünki deməli, elə insanlar var ki, harasa gedirlər rayona və yaxud səyahətə, bir həftə bu adam tualetə getmir. Ancaq evdə gedə bilir. Evə gəlir, rahatlaşır, parasimpatik sistem ki, aktivləşir və ya nəsə bir həyəcan keçirdi, nəsə bir xəbər eşitdi, qarın ağrısına düşür və ayaq yoluna gedir. Yəni, burada bu ən bariz nümunəsidir ki, nə qədər streslə mədə-bağırsaq sistemi əlaqəlidir məncə. Bax, istəyərdim sizin də fikrinizi bilək bu haqda. Birbaşa əlaqəlidir. Bir də Azərbaycan, biz ya Türk toplumu üçün, ya Avropa toplumu üçün danışmırıq. Bizdə toplum yemək içmək deyək də, belə biz sevgimizi başqa cür bildirə bilmirik, ancaq yeməklə. Məhəbbəti ağacdan, güldən, çiçəkdən almaqdan, ancaq yeməkdən alır. Orada da heç kim gedib su içməz.
Ancaq yerində kabab falan, ağır yeməklər falanlar olur. Oradan Xalodnalar, oradan uzanır. sonra Yəni isti bunların yemək, özü aha. belə həzm sisteminə təsir. Yəni o hamı üçün elə şamil olunmur. Bu şiddətlənir. Bir də bağırsaq belə deyək də, mikroflorasına, bağırsaq vərdişləri var. Tualetə getmə vərdişləri var. Məsələn, biz qəbz olan xəstələrimiz, əminəm mən səhərlər, yəni çünki hər gün insan evindən çıxırsa, səhər evdə olur. Özündə vərdiş elətdirsin. Özündə vərdiş elətdirsin. Yəni əslində nəzir kütlənin bağırsaqda çox qalması məqsədə uyğun deyil. Əgər bu gəlirsə gün ərzində bir dəfə, 2 dəfə, bəzən görsən 3 dəfəyə qədər defekasiya aklı olmalıdır. Yəni xaric eləməlidir. Ki, toksik maddələr qalmasın Toksik maddələr qanda bədəndə. sorulması, çünki onun özünün tutulması belə bağırsağın diametrini tutur və qazın xaric olmasını çətinləşdirir. Qaz da xaric ola bilməyəndə göbək ətrafında toplanır. Başlayır şişkinlik, narahatçılıq, ağrı. Məsələn, bu gün bir xəstəmizdə var idi, kəskin formada təcili yardıma belə müraciət eləmişdi. Ki, mən ağrı ilə, heç nə. Yəni bildiyiniz qəbizliyin fonunda nəzir kütləsi su çıxacaq yerinə bərkiyib. Ondan sonra istəyirsiniz nə qədər o dərmanlar, nəticə yumuşadan dərmanlar istifadə edəsən xeyir eləmir. Ya ona xüsusi şamlar var ki, nəticə yumuşatsın falan eləsin, ya klizma formasında eləməlidir ki, o gəlsin, açılsın, ondan sonra onun da arxasınca da qaz xaric olsun və ondan rahatçılıq tapsın. Bəs bu laktasiv dərmanlar deyirik də, qarın açan dərmanlar, onların istifadəsi necə? Axı onlar da bağırsaqları tənbəlləşdirir və maraqlı bir çalışma oxudum. 522 min insan üzərində aparılıb bu çalışma ki, mütəmadi olaraq qarın açan dərmanla istifadə edən insanlarda demans olur. Bəli, işte. O qarın onun istifadə 522 min insan üzərində bir statistik məlumat verirlər. O praktika bizdə olmasa da xaricdə bunların hamısı istifadə olunur. Onlar bir rahatçılıq tapırlar. Necə məsəl üçün adam yemək yeyir, onun üzərinə deyir ki, hə bu dərmanın adını çəkmirəm. Bunu içdim, rahatladım, falan oldum, belə elədim. Yəni vaxtaşırı olar, hansısa bir qonaqlığa getmisiniz, çox mən yemisiniz. özüm də məsələn bəzən görürsən ki, reflux xəstələrinə deyirəm bu siropu ya bu tabletkanı. İndi insanlıqda tam məhdudiyyətin özündə də belə qadağan stres var. Stresin özündə də belə mədə-bağırsaq sistemi sağalmaması var. Yəni onu məsələn adam var tam qadağa edirsən, da məsələn arada olar. Məsələn bizə bu şeyləri yəni istifadə eləmək. Gəlin belə danışaq da bu məsələlər, onlar özlərinə bir məsələn istifadə edir, yeyir bildiyi qədər. Yəni pozmur. Rejimin qoymur kənara. Yəni köhnə rejimin qoymur kənara, deyir onsuz da bu dərmanı içəcəm, yumşadacaq, rahatladacaq, mən xaric edəcəm, falan edəcəm. Amma bağırsaq da tənbəlləşir, axı oturub gözləyir ki, dərman gəlsin, mən boşalım. Bəli. Bu həm tənbəlləşir, həm özü də tənbəlləşir. Çünki elə onun yerinə durub hərəkət eləsə, onun yerinə su içsə, sulu yemək yesə, biraz qidalama rejimdə meyvələrdən yeməyin içində biraz tərəvəz yesə. Bəli, tərəvəz yesə, lifli meyvələr daha çox sütün. Məsələn, yay dönəmində o gündə bir dəfə, 2 dəfə xaric edən xəstə yay dönəmində olmur. Deyirsiniz, niyə olmur? Çünki yayda istifadə olunan bütün meyvələr mədə-bağırsaq sistemi daha şəkildə açır. Qış dönəmi gələndə payızdan indiki günə qədər o xəstələr hamısı əziyyət çəkir. Çünki qış yay dönəmində gəzir, dolanır. Qış dönəmində bu tərəfdə də dietoloqlar çıxır, deyir ki, meyvəni çox yeməyin kökəldir. Biz tərəvəzi daha çox tərəfdarıyıq. Meyvə günə 2, maksimum 3 porsiya yemək olar. Misal üçün alça mövsümüdür. 8-10 alça 1 porsiya meyvədir. Çiyələyin 10-12 dənəsi 1 porsiya meyvədir. Misal üçün gilasın 12 dənəsi. 24 idi doktor. O vişnə idi. Yox, gilas idi. Gilas sizə 12 dənə. Xatırladım ki, mənim də diyetologum Tutu xanım çox sağ olsun, Allah razı olsun. Mən hərdən deyirəm ki, xəstələrimizə ki, biz dedik getdi, yəni biz otağımdan çıxdı, izahını verdi falan. Deyirəm, siz özünüz mənə dediniz. Bir ay riayət elədim, 10 kilo rahat. Sonra təzədən yenə həmin qaydaya rejim. Burada həkimin dediyini eləmək lazımdır. Təbii ki, riayət eləmək lazımdır. Yəni eləsən fayda görəcəksən. Və tərəvəzləri də təbii ki, biz tövsiyə edirik ki, ümumiyyətlə günə meyvə tərəvəzi nə qədər çox yesə, hətta 6-8 porsiya, bir porsiyanı bir ovuc qədər düşürür, misal üçün tərəvəzi. Biraz şorbamıza qatsaq, biraz xörəyin yanında yesə, biraz salatımızda yesə, baxacaq ki, artıq 5 porsiyamızı yemişik. Amma tənbəl, o tərəvəzi al, gətir, yuv, pişir, vaxt aparırıq. Elə öz adıma deyirəm, çox uzağa getmirəm. Ona görə çalışırıq ki, sonra da heç nə, çalışırıq elə bir restoran tapaq ki, onları hazırlasın, bizə göndərsin və gətirsin yeyək. Ondan sonra firmalar işə düşür.
düşür, rahat bir şəkildə. Onun Bəli. özündə də bir Əslində bu tənbəllik çox var. böyük bir biznesdir də bir tərəfdən. Həm də Bu tərəfdən onun idman özündə də zalları açılır ki, gəlin biz sizi arıqladaq. İdman hərəkət mütləqdir. Yəni istəsəz arıqlamaq üçün olsun. Amma zala elə mədə getməsək də bağırsaq- idman, təmiz Ya havada da istəsək, gəzmək olar. Mən düşünürəm ki, istəsək elə bizim mənim iş otağım olsun, elə bu studiyanın özündə olsun. İstəsək müəyyən hərəkətlərlə özümüzü fit saxlaya bilərik. Prosta istəmirik. Biraz tənbəlik. İdmanın özü, qidalanmanın özü bir vərdişdir. Yəni bu vərdiş halına salsın, desək ki, 10 min, 12 min addım atmaq. Sizdən sonra mən rahat bir şəkildə 10 min, 11 min, 12 min. Gəzirsən. Hə, yəni ortalamam odur. Yəni məsələ nədir? Bu məndə vərdiş yaradır. Məsələn, az olan kimi maşını qoyuram, yəni müəyyən məsafəni özüm qət edirəm. Mən deyirəm ki, qoy buranı bir 2 krok atım, addımım azdır falan. Bu görsə özü də vərdiş yaradır. Qida, yəni hərdən bizdə mədə bağırsaq sistemi deyirəm. Görsə 1 il, 2 il bundan qabaq baxımızdan xəstə özü normal hiss edir falan. İndi son vaxtlar görsə 2 ildən sonra gəlir. Deyirəm, nə oldu? Hə, deyir, yadımdan çıxdı, deyir. Deyirəm, arada gəlmək lazımdır ki, sizə təkrarlayaq ki, çünki yada düşsün. Və su qəbulu da azdır. Bəli, Siz biraz mütləq. əvvəl vurğuladınız ki, doğrudan da müasir insan çox az su içir. Rəngli sulara daha çox üstünlük verirlər. Adi sudan başqa mən düşünürəm ki, heç nə içmək lazım deyil. Yəni fikirləşir ki, məsələn, deyir mən duz tərkibində, onunla qələvi tərkibində, məsələn, yesintik içirəm, barjum içirəm, falan içirəm. O rahatçılıq tapır. O rahatçılıq deyil. Mədə turşulu yüksəkdir ki, özü problemi yaradır və özü də problemi çözür. Elə bir ocağın üstünə su tökürsünüz, amma bir müddət olur. Hə, bir müddət olur. Biri var, bir dəfəli məsələni həll eləyəsən, eləmədən, yəni bu problemi yaratma və bunu söndürməyə çalışma. Adi su hər yerdə var. Yəni biz istəsək, otaqdan kənara çıxaq, o da su var. Bir istəyək su içsək belə, o bizim bütün qida borumuzda olan, mədəmizdə olan turşu, demirəm tam neytrallaşdıracaq, nisbi neytrallaşdıracaq. Stabilləşdirəcək. Bundan da fayda görəcək insanlar. Mən həmişə xəstələrimə deyirəm ki, siz səhər yuxudan duranda əl-üzünüzü yuyursunuz, duş alırsınız. Deyirlər ki, hə doktor, əlbəttə ki, əl-üzü yumadan evdən çıxmaq olar. Deyirəm, yaxşı, bu yazıq bədənin içəridən də duşa ehtiyacı var. Axı bir stəkan da su iç, o içəridən də biraz o duş alsın, yuyulsun, biraz rahatlansın. Başa düşsün ki, sən günə başlamısan. Yoxsa qalxırlar yuxudan səhər tezdən, kortizol hələ yüksəkdir, saat 7-8 kofe içirəm. Nə var, bu dəbdir, şəkil çəkim qoyum Instagrama. Eybi yox, için o kofeni. Amma əvvəl su için, sonra digər içkilər istifadə edin. Bizdə belə mənim öz praktikamda olub, bir xəstə pasiyentimiz həyat yoldaşından gəlmişdi. Nəsə o reflux şikayətlərinə dedi. Deyir ki, doktor, Azərbaycanda deyirəm, kofelər yaxşı deyir, keyfiyyətsizdir falandır, belədir. İndi danışır, qulaq asıram. Nəsə vaxt keçdi, deyirəm Azərbaycanda onsuz kofe istehsal olunmur. Almaniyada deyir kofelər yaxşı. Deyirəm ki, kofelər Almaniyada yaxşı deyil. Çünki siz Almaniyada kofe içib hərəkət edirsiniz. Hərəkətin özündə də mədə turşulu artır. Bəli. Bu fikirləşir ki, Almaniyanın kofesi yaxşıdır. Almaniya kofesi deyil. Hərəkət edirsən deyir, hərəkət edən ki, mədə turşulu aşağı düşür. Bu bir mənalıdır. İndi alça sezonca insanlar praktik olaraq yoxlasınlar. Çıxsın ərazidən bir 10 dənə, 15 dənə alça alsın və hərəkət eləsin. Görəcək turşuluq qalxdı. Hərəkət edəndən sonra görəcək ki, hə, normallaşdı. Yəni bu Bir də məsələnin stres tərəfi var da. Məsəl üçün pasport kontrolu keçəndən sonra dərhal bütün turşular, hər şey düşür yerinə. Çünki stres azalır, artıq dincəlməyə gedirsən, yeni ölkə görəcəksən, motivasiya və s. Təbii ki, gündəlik stresimiz də kifayət qədər təsir edir. Mən təşəkkür edirəm sizə. 40 dəqiqə necə keçdi bilmədim. Mənim üçün şəxsən çox maraqlı oldu sizinlə həm söhbət olmaq. Əminəm ki, tamaşaçılarımıza da belə oldu. Nəzərinizə çatdırım ki, dostlar, Ay Həkimin bugünkü qonağı gastroenteroloq endoskopist doktor Bəxtiyar İsmayılov. Bəxtiyar doktor Oksigen Klinik xəstəxanasında çalışır. Elə idi son biləndə. Eynidir, iş yeriniz dəyişməyib. Birdən tamaşaçılardan kimsə müraciət etmək istəsə, minnətdaram sizə. Çox sağ olun. Və son olaraq təşəkkürüm verilişimizin sponsorlarınadır. Baş sponsorumuz Ştada şirkətidir. Xroniki prostatit və sidik ifrazı pozğunluqları 40 yaşdan sonra kişilərdə tez-tez rast gəlinən problemlərdəndir və VitaProst prostat vəzinə məqsədyönlü təsir göstərən bir preparatdır. O iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır. VitaProstun müntəzəm qəbulu prostatın fəaliyyətini bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir. İstifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsilli idman həkimi doktor Fərid Səlimovdur. Fərid Səlimov bizə fizioterapevtik yanaşma ilə müalicə təklif edir.
edir. Belə ki, diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idmanla müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda.